Salamlar. Bu videonu kimya müəllimlərinin sertifikasiya imtahanı sonrası çəkəcəkdim. Amma o gündən bu günə deyirəm kim nə eləyir eləsin. Elə özümü saxlayıram ki, çəkməyim bu videonu. Amma sonra dedim bu gün olar. Bu videonu çəkməyə əsas səbəb də biraz olimpiada məsələsi oldu. Amma olimpiada məsələsinə girməzdən öncə tez sizə bir video göstərim. Sertifikasiya imtahanının sualı barəsində bir müəllim video çəkir və Elbrus adında bir müəllimin dilindən, yəni o sualı fərqli şəkildə izah eləyir. Bu sual elə bir səhv şəkildə izah olunur ki, həmin müəllim, Elbrus müəllim deyir, olimpiada müəllimiyəm və reklamlar verir. Bu gün reklamı çıxdı qabağıma. İndi o məsələyə toxunacağım. Həmin videoda onun etdiyi izaha baxanda görürsən ki, nəinki olimpiada, ki olimpiada bilmədiyini bilirəm. Orta məktəb savadında üstünə xətt çəkilir. Hansı ki, bunu da tərifləyən bir tayfa var. Düzdür, şagirdlər tərəfindən elə də tanınmır və heç bir çoxları tanımır. Bəlkə bu videodan sonra tanındı. Yəni, müəyyən bir özünə ait kütləsi var. Və oradakı müəllimlər də savadları elə bilirəm, savad yoxdur orada. Sadəcə bunu çıxartdılar, ortalığın bir-ikisi də var və biri də budur ki, bu olimpiada müəllimidir. Çox savadlıdır. Nəyi savadlıdır, harada savadlı olub, orasını bilmirəm. Heç bir uğur yoxdur. İndi uğurunun olmadığını da göstərəcəm. Amma öncə videoya baxaq. Həmin videoda görün nələr danışılır. Salam, hər vaxtınız xeyir. 2025-ci il 24 iyun tarixdə kimya müəllimləri arasında keçirilən sertifikasiya imtahanında istifadə olunan X qram natrium və Y qram mis qarışığının qatı nitrat turşu ilə reaksiyası və oksidaşdiricinin 25% reduksiya olunur. X-in Y qram nisbətini tapan məsələsinin izahına bir də təkrar qaydırıq. Biz məsələni həll etmişdik, cavab tapmışdıq 5,75. Məsələnin izahına təkrar qaydırmağımızda səbəb imtahanda iştirak edən bizim çox yaxın dəyərli dostumuz Allahyarov Elbrus müəllimin imtahan müddətində, imtahan vaxtında bu testin həllini başqa bir cavab tapdığını iddia etməsidir. Müəllimin dediyinə görə cavab 0,35, 93, 75 də ola bilər. Yəni, müəllimin imtahan gedişində tapdığı cavab budur. Variantlarda olmadığına görə sualdan imtina edib. Biz də yenidən bir yaxın dost kimi əyləşib bu məsələni bir də müzakirə elədik və həqiqətən də Elbrus müəllimin haqlı olduğu ortaya çıxdı. Həqiqətən də məsələnin iki cavabı var imiş. Əvvəlcə mən 4 elektron 4 müsbət 5 bərabərdir. Qaldı nitrat. İndi burada yazdıqları cavabdan sonra çıxarılan bir tənlikdir. Çünki belə yanaşanda sən reaksiyanı istənilən cür yaza bilərsən. Birazdan göstərəcəm. Burada cavabdan sonra 5,75-ə uyğun bir tənlik yazılıb. Turşusunu, yəni 60. Burada 18 elektron məsələsi ilə gediblər filan. İndi ikinci reaksiya. 16 elektronların sayımları əmsalında bu da oldu 9 nitrat turşu. İndi bu tənlikdə reaksiyanı yenə yazıbdır və alan verənə bərabər. Bu yanaşma təbii ki səhvdir. Yəni bu deyirəm, kimya müəllimləri riyaziyyat da deyilə, bu bazar hesabıdır. Toplama çıxmanı bilir, qalan heç nəyi də bilmir. Bunun da kimya hissəsini bir dənə burada kimya hissəsi diqqət edilməli olan hissə elektronların kim tərəfindən kimə verilib alındığını bilməkdir, onu da bilməyiblər. Burada mis məsələn NO2 əmələ gəlməsinə səbəbdir. N2O-ya qədər azotu, nitrat turşusundakı azotu reduksiya eləyə bilməz. Və N2O-ları əmələ gətirən natriumdur. Yəni natrium bunu N2O-ya gətirər. Burada İndi bu reaksiyanı burada yazmışam mən, bunların yazdığı reaksiyanı. Məsələn, natrium N2O-dakı azotu reduksiya eləyir. Natrium burada 3 elektron verir, amma N2O-dakı azot 8 elektron alır. Gedir misdən elektron alır. Mis də NO2 elektron verə bilər də, yəni bu azotu bura qədər reduksiya eləyə bilər.
6 verir, amma NO2 birini alır. Bu cür yanaşma, yəni bütün biliklərin üstünə xətt çəkir. Yəni buranı bilməyən dahi nəsə bilir, yenə tənasüb bilər uzağı. Məsələn, mən əlavə bir tənlik daha yazmışam. Bu cür həll yazmaq yenə də düz olsa da səhvdir. Belə reaksiya yazılmır, biabırçılıqdır. Bu zaten səhvdir. Mən burada məsələn əlavə bir reaksiya daha yazmışam. İkisini yazmışam, düzdür. Burada 25% şərti ödənmir, amma bu cür alınıb verilməklə nə qədər əmsal düzəltmək olar. Yəni o mənada yazmışam bunu. Məsələn, burada 25% şərti də ödənir. Natrium 14 elektron verir, mis də 4, toplam 18 elektron verilir. 4 azot 4 elektron alır, eləyir 16 elektron. 2 azot da burada hərəsi birini alır. Plus da 2, 18 elektron alınıb 18 elektron verilir. 24 nitrat turşusunun 6-sı reduksiya olunur. Bu da 25% şərtinə uyğundur. Yəni sanki sadəcə heç olmasa bunu yazırsan, ağıl elə ki bunu belə də yazmaq olar filan. Yəni bunu da ağıl eləmirsən. Sanki bir versiyada yazmaq olar. Və buna görə güya yazmayıbmış. Xeyr, sual düzdür. Sualın həlli sadəcə buradadır. Yəni ayrı-ayrı yazmaq lazımdır, bu cür yazmaq lazımdır və tənliyi buradan qurmaq lazımdır və həll edib 5,75 almaq olar və ya başqa yollarla həll eləmək olar. Mən ilk yazdığım tənlik bu idi deyə bunu yazmışam. Ondan sonra bu biabırçılıq, bu da biabırçılıq, savadsızlıq əlamətidir bunlar. Yəni əlavə 25% şərtini ödəmədiyi, məsəl üçün ödəməsə, yəni göstərmək istəyirəm ki, bu yanaşma, ümumi elektronun alınıb verilməsi yolu ilə düşünəndə bu reaksiyanın o qədər əmsallaşdırması ola bilər ki, onda bütün reaksiyalar səhvdir. Yəni bu hansı ağlın məhsuludur və bunu təəssüflər olsun ki, şagirdlər aldansa yenə heç. Buna aldanır müəllimlər. Sağ olun, kimyadan imtahan yenidən keçirin filan, aydınlıq gətirdiniz falan. Burada mən rəy yazmışam, səhv danışırsınız filan mənasında. Burada da mənə bir yazı yazılmışdı ki, dərhal yazını sil, gözləyirəm. 7 aydır gözləyirdi, sonra silib deyəsən rəyini. O işarəsi qalır, sadəcə girirsən silinibdir. Bu qədər müəllimi göstərmək istəyirəm ki, izaha görə çox sağ olun falan filan. Yəni bu qədər müəllimimizin ölkədə bu səviyyədə olmasının səbəbi nazirlikdir və biraz da müəllimlərin, yəni xalqımızın özündə də günah var. Elmə maraq yoxdur, doğru sözə dözüm yoxdur. Ancaq belə şou xarakterli çıxışlar 4717 izlənmə gəlib, amma bir nəfər görən yoxdur. Söz də deyən kimi hamısı tökülür üstümə. Və bu Elbrus müəllimin videosunu niyə əsas çəkdim? Yəni burada o günləri baxıram, Olimpiada reklamı veribdi. Mən də bir nömrədən yazdım ki, RFO hazırlığı keçirsinizmi? O da dedi, bəli keçirik. Müəllim kimdir soruşmuşam. Nəticələri varmı istəmişəm. Bir çox valideyn bunu istəmir. Bəli, əlbəttə var, boş söz. Yəni deyirəm, paylaşmısınızmı ya? Paylaşmamışsınızsa da mənə xüsusilə göstərin də. 6-da yazmışam, 4 dəqiqə axtarıbdır, yazır ki, paylaşmamışıq. Yazıram, yoxdur mu nəticə? Sonra da yazdım, cavab gəlmir. 1 dəqiqə sonra yazdım, təcrübəsiz müəllimlə işləmək olmaz. Burada yazıb, Elbrus müəllim sahədə adını eşitməmişsə, elə təcrübəli ekspert. Hamı ekspert, bunker, tanker, marker, nə bilim, kitab müəllifi, fəlsəfə doktoru, fıdı müəllim deyirəm mən onlara. Belə abırsızca insanları aldatmaq üçün hər yola əl atırlar da. Hal-hazırda dünyanın çox yerlərində yüksək vəzifələr, deyəsəm, Trump zat bunun şagirdi olma, Einstein zat ölüb gedib. Qalibləri olaraq. Olimpiyada qalibləri özdə. Nəticə yoxdursa hardan eşidək deyirəm. Mən yəni hardan eşidim bu qədər boş sözlər yazırlar. Bax, şagirdi belə aldadırlar. Mən də bu videonu yenə deyirəm. Əsas çəkdim niyə görə? Bu qədər şagird gəldi mənə. Yəni müəllimlər tərəfindən aldadılmış. Hansı ki, mən artıq onlara kömək eləyə bilmirəm. Adi mol hesabını belə bilmirlər. Orta sinif kitabı ilə yola veriblər, aldadıblar. Bu da hələ deyir ki, finala hazırlayırıq. Yuxarı səsdə deyir ki, finala hazırlayırıq. Yəni indi finalda da uşağı aldadacaq, sonra deyəcək ki, sənin istedadın çatmır, gəl elə demək. Bunları bilirəm. RFO hazırlığı ilə götürür, fırladır, öz kursuna dim hazırlığı olaraq çağırır. Deyir ki, olimpiyadanı boş ver, sən çatdıranmadın. Bunlar, yəni, sən olimpiyada keçəsi adamsansa, sən bunu sentyabrdan başlamalısan, indi ova çıxmamalısan.
Gör ağla bax. Gözləyir. O uşaqları götürür oradan. İndi o onsuz da oxuyan bilir, oxumayan onsuz da variant yoxdur, kəsiləcək. Sadəcə bu oradan özünə xal yığır. Yəni belə insanlar və adi bir reaksiyanı da yaza bilmir, amma olimpiyada keçir. Qısası vəziyyət bu. Biabırçılıq. Bir çoxları kitab yazır, özünü akademik eləyib, heç kim soruşmur ki, sən neynədin, nə yedin, nə içdin, sənin yaşını, başını, ağlını, hansı gününə kitab yazırsan. Elə yazır, alırlar. Kitabın səhvini paylaşıram. Yəni, keymişik, deyim də, necə deyim, beyindən istifadə eləmirik. Xalqımızı, indi şagirdləri filan aldatmaqlarını başa düşürəm. Müəllimləri bunları aldatır, müəllimlər bunlara inanır. Nə deyim bunlara mən? Yəni, arada bir belə videolar çəkirəm ki, ən azı uşaqları qoruyun və müəllimlərdən də müəyyən qədər gözlərini açım, amma həmin videoya, məsəl üçün, neçə min baxış gəlib, nə qədər rəylər var orada, hamısı müəllimdir. Səhvi görən yoxdur. Çünki biz, mən deyirəm, 5-ci sinif riyaziyyatı bilirik, başqa heç nə. Məsələn, Təhsil Nazirliyində kitab yazanlar akademikdirmi? Yəni, Elmar bəydir, Elşad bəydir və Elmir məsələn, orada belə adlar yazırlar. Ağızlarına gələni yazırlar bunlar. Bir nəfər sorğulamır, bir nəfər demir, nə edirsiniz, nə yazırsınız bura. Anlayan yoxdur, işin orasıdır ki, anlayan yoxdur. Və 30 ildir də bunlara görə bizim içimizdən normal, savadlı kadr çıxmır. Ona görə də 30 ildir içimizdən savadlı kadr çıxmamağın səbəbini amma heç kim təhsildə görmür. Fərdi şəkildə hamı çox belə birini tərifləyir. Çox savadlı, çox savadlıdır. Niyə çıxmır da bizim içimizdən bir 30 ildir savadlı adam? Nəysə, bunları düşünə də bilmirik, insanlara da aldanırıq. Mən də arada bir belə videolar çəkirəm ki, nəsə düzəldə bilim, amma nəysə.